Qrip və digər xəstəliklərə görə dərman qəbul edən şəxslərin analizlərindən çıxan nəticələrində narkotik maddə qəbul etdikləri ortaya çıxıb. Nəticədə bu işçilər işdən azad ediliblər. Bununla bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Bəs hansısa dərmanın içərisində belə maddələrin olması mümkündürmü? Məsələ ilə bağlı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Xəzər xəbərə bildirildi ki, müəyyən xəstəliklər zamanı istifadə olunan bəzi dərmanların tərkibində az miqdarda narkotik maddə var. Ölkə ərazisindən dünyanın qabaqcıl dərman istehsalçıları tərəfindən ixal olunan bəzi mürəkkəb dərman vasitələrinin tərkibinə kompleks müalicənin aparılması məqsədilə müəyyən faiz nisbətli narkotik vasitələr və psixotrop maddələr daxil edilir. Buna misal kimi, tərkibində narkotik vasitə kodein və psixotrop maddə fenobarbital olan mürəkkəb tərkibli dərman vasitələrini göstərmək olar. Belə ki, kodein tipi də əsasən ağrıkəsici və öskürək əleyhinə, fenobarbital antikonvulsan, sedativ və yuxu gətirici dərman kimi istifadə olunur. Hazırda ölkəmizdə 19 ticari adda belə dərman qeydiyyata alınıb ki, bunlardan 12-si həkim resepti əsasında satılır. Amma sosial şəbəkələrdə paylaşılan bu dərman dövlət qeydiyyatına alınmayıb. Məlumatda göstərilən Kumadin adlı məhsul mövcud qanunvericiliyə uyğun olaraq dərman vasitəsi kimi dövlət qeydiyyatına alınmayıb və dərman vasitələrinin dövlət reyestrinə daxil edilməyib. Nəzərinə çatdırırıq ki, məqalədə qeyd olunan dövlət qeydiyyatına alınmayan həmin məhsul ölkəyə qeyri-qanuni idxalı və satışın təşkilinin araşdırılması istiqamətində tərəfimizdən keçirilən plan üzrə və plandan kənar yoxlamalar zamanı mövcud qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlər görüləcəkdir. Mərkəzdən o da qeyd edildi ki, tərkibində narkotik maddə olan dərmanları qəbul edənlərin analiz nəticələri pozitiv çıxa bilər. Fidan Əsədli, Xəzər xəbər.